Hər vaxtınız xeyirli olsun. Bugün sizlə varenik reseptindən bölüşmək istəyirəm. Amma həmişə pişirdiyimiz kəsmikli varenik yox, püre ilə hazırlanan vareniklər. Çox dadlı alınır. Siz də hazırlayın, dadına baxın. 600 qram un, 2 yumurta, 2 xörək qaşığı duru yağ və duz. Bunların üzərinə qaynar su əlavə edirik və əvvəl vilkana ya da qaşıqla, sonra da əllə xəmir yoğururuq. Xəmiri nə qədər bərk yoğurdunuz, o qədər yaxşıdır. Mən xəmiri 2 hissəyə bölüb yaydım. Yayandan sonra sizdə əgər spesialni forma varsa onunla, yoxsa da mənim kimi çaşqayla ya da stəkanla yumruğu kəsə bilərsiniz. Hər bir yumru xəmirin içinə püre qoyub bir qaşıq bəs eləyir. Videoda gördüyümüz kimi bağlayırıq. Biraz forması şəkərbara formasına oxşuyur. Qaynayan duzlu suya əlavə edib 7-10 dəqiqə xəmir hazır olana kimi bişiririk. Xamanla çox dadlı olur. Çox məsləhət görürəm. Siz də hazırlayın və dadına baxın. Nuş olsun.